Əsmər Nadirova bu günləri sizlərə Ümumi Tarix kitabından Böyük Monqol Dövləti mövzusunun izahını verəcəm. İlk öncə izaha keçməmişdən öncə nəzərinizə çatdırım ki, avqust ayından yeni qruplarımız fəaliyyətə başlayacaq. Yeni qruplarda dərslərimiz həftədə 3 dəfə 90 dəqiqə olmaqla keçiriləcək. Hər dərsdə sual-cavab, köhnə dərslə yeni dərs əlaqəli şəkildə sual-cavab olunur. Çoxlu miqdarda testlər işlənilir. Evə verdiyimiz testlərin yoxlanılır və səhvlərin müzakirəsi təşkil olunur. Əlavə məlumatlarla tanış olmaq üçün 051 463 13 55 nömrəsi ilə əlaqə saxlayıb məlumatlar ala bilərsiniz. İndi isə keçək dərsimizin izahına. Böyük Monqol dövləti. Əslində Monqolları, Şərq xalqları Moğol, Avropa xalqları isə Monqol adlandırırdı. Sözün düzü biz özümüz Şərq xalqları olmağına baxmayaraq, nədənsə biz Avropa stilli olduğumuz üçün biz də Monqollar adlandırırıq. Əslində Monqollar Göytürklərin məğlub etdiyi Juranların varisləri hesab olunurdu. Və Monqollar Mərkəzi Asiya çöllərindən Altay dağlarının qərbinə qədər olan ərazilərdə yaşayırdı. Və Monqollarda 12-ci yüzillikdə qəbilə münasibəti dağılacaqdı. Və bunlarda Monqol dövlətlərində nəsli qəbilə quruluşu köçmə xarakteri daşıyırdı. Bax, bu da testlərdə bu cümləyə rast gələcəksiniz. Eyni zamanda ordu adlanan qurumları da noyonlar, bahadırlar başçılıq edirdi. İndi isə gələk Monqol dövlətinin yaranmasına. Monqol dövlətini yaradacaq kim? Temuçin adlı Çingiz xanımız yaradacaqdı. Və Çingiz xan Monqollar arasında qəbilələr arası toqquşmalarda özünə ətrafına cəsur, sədaqətli insanlar toplayacaqdı və Nayman, Kerayit və Merkit tayfalarını özünə tabe edəcək. Ona qarşı çıxan yaxın dostu olan Camuqanı da məğlub edəcək və 1206-cı ildə onun Çoy sahilində onun qurultayı keçirəcək. Onun qurultayında uşaqlar nə qərara gəlinəcək? Burada Tep Tengri adlı şaman var idi. O deyirdi, əzəli və əbədi mavi göyün Temuçini dünya xaqanı elan olunsun və Temuçin Böyük xan adı ilə Çingiz adını qəbul edir və dövləti yaradacaqdı. Bununla da onun qurultayı nəticəsində 1206-cı ildə bizim bu Monqol dövlətimiz yaranacaq. Monqol dövlətinin ilk paytaxtı uşaqlar Qaraqorum şəhəri olubdu. Daha sonra deyirik ki, Çingiz xan 1206-1227-ci ildə hakimiyyətdə olacaqdı. Çingiz xanın hakimiyyətə gəldikdə güclü ordu yaradacaq. Ona güclü ordu lazım idi. Nə üçün? Deməli, işğallar həyata keçirməkdən ötürü. Və bunun üçün də ona lazım idi ki, ordunu gücləndirsin. Və onluq, yüzlük, millik və tümənlərə böləcəkdi ordunu. Uşaqlar, gəlin xatırlama edək görək. Ordunu onluq, yüzlük, millik, tümənlərə bölünməsi hadisəsini daha kimin üçün oxşarlıq götürə bilərik? Bəli, əgər kim dedisə, Mehdi xaqan düz dedi. Böyük Hun dövlətində Mehdi xaqan üçün oxşarlıq götürə bilərik. Deməli, ordunu tayfa prinsipi əsasında formalaşması prinsipindən imtina edəcək, tayfa müxtəlifliyi prinsipi formasında ordunu təşkil edəcəkdir. Böyük yasa adlanan qanunlar toplusu yaradacaqdır. Çingiz xanın böyük yasasında demək o yarlıqlar, yəni əmirliklərdən, yasaqlıqlar, qanunlardan və Çingiz xanın nəsihətlərdən ibarət olmaqla hissələrə bölünmüşdür. Eyni zamanda böyük yasaya görə bütün tabe edilmiş torpaqlar və xanların, xannas nəslinin varislərinin mülkiyyəti hesab olunurdu. Çingiz xan dövləti uluslara böləcəkdir. İnzibati baxımdan deməli Monqol dövlətimiz uluslara bölünmüş olacaqdır. Çingiz xanın hərbi strategiyası dəqiq kəşfiyyata, düşmənin zəif və güclü tərəflərini öyrənməsinə və düşmənin gözlənilmədən zərbə endirmək taktikasına əsaslanırdı. Bizim bu Çingiz xanımız da 1207-ci ildə hərbi səfərlərə başlayacaq. İlk öncə bütün Monqolları və bir çox türk tayfalarını birləşdirmə siyasəti həyata keçirəcək. Çinin işğalına başlamamışdan öncə ən birinci uşaqlar hansı ərazini işğal edəcək? Sibiri və Şərqi Türkistanı işğal etmiş olacaqdır. Ondan sonra başlayacaq Çinə hücuma. Testlərdə qarşınıza çıxacaq. Çini bütöv işğal etməyib ha Çingiz xan. Diqqətli olaq burada. Çinin şimalını işğal edibdi və 1211-1215-ci ildə Pekin şəhəri də daxil olmaqla Çingiz xan Çinin şimalını işğal edib. Qarışdırmayaq. Cənubi Çini Xubla işğal edəcək. İndi irəliyən dəqiqələrdə qeyd edəcəyik.
Deməli, bir də xatırlayaq, təkrar kimi deyək, ilk öncə hansı ərazini işğal etdi? Bəli, Sibiri və Şərqi Türkistanı işğal etdi. Daha sonra üz tutacaq Çinə. Şimali Çini tutacaq. Nə vaxt? 1211-1215-ci ildə Pekin şəhəri daxil olmaqla, diqqətli olun, Pekini də Çingiz xan tutubdu. Daha sonra gedəcək Mərkəzi Asiya. Uşaqlar, bu vaxtda Mərkəzi Asiyada Xərəzmşahlar dövləti mövcud idi. Və 1219-1221-ci illərdə Xərəzmşahlar dövlətinin işğalını başa çatdıracaqdı. Bundan sonra Çingiz xanın sərkərdələri Cəbə və Subutay 1220-1222-ci illərdə deməli Xərəzmşahları belə deyək, oğlu həmin vaxtı Xərəzmşahlar dövlətində Məhəmməd idi hakimiyyətdə. Məhəmmədin oğlu deməli Cəlaləddini təqib etmək bəhanəsi ilə İrana, Cənubi Qafqaza baxın uşaqlar, biz tərəflərə kəşfiyyat xarakterli yürüş edibdir. Biz bunu Azərbaycan tarixi dərsində keçmişik. Deməli, kəşfiyyat yürüyüşü Cəbə və Subutayın başçılığı ilə oldu nə vaxt? 1220-1222-ci ildə. Daha sonra 1222-ci ildə Dərbənd keçidi vasitəsilə Şimali Qafqazda gələcəkdi. Və 1223-cü ildə burada Kalka çayı sahilində döyüş baş verəcək. Kalka döyüşünə Rus qıpçaqların qoşunlarını məğlub edərək öz ölkələrinə qayıdacaq. Deməli, Monqollar Kalka döyüşündə kimlə vuruşmalı oldular? Rus qıpçaqlarla vuruşmalı olacaq və qalib gələcəklər. Çingiz xanın vəsiyyətnaməsi. Biz deyirik ki, Çingiz xan vəsiyyətnaməsi onun hakimiyyətinin dövründə onun tək və böyük səhvi olubdur. Neyini bu? Vəsiyyətnamədə Monqol dövlətlərini oğlanları arasında 4 ulusa böləcək. Əslində bunun pis niyyəti yox idi. Bu mənada etmişdi ki, bu ölüb gedəndən sonra gələcəkdə oğlanları hakimiyyət üstündə mübarizə aparmasın. Və o deyirdi ki, Monqol dövləti 4 ulusluğa bölünsün. Böyük xan, hansı ki lap yuxarıda oturan xan qurultayda seçilməlidir. Digər ulusların xanları böyük xana tabe olmalı idi. Və bu onun ilk və son səhvi olmuş olacaqdı. Daha sonra kimlə danışaq, kimlə danışmayaq? Xubilay xanla danışaq. Xubilay xan da 1264-1294 cəmi cümlətanı nə az, nə çox 30 il hakimiyyətdə olubdu. Bu Xubilay xan da 30 illik hakimiyyəti dövründə deyir ki, Çingiz xan Çinin işğalını başa çatdırmayıb, mən çatdırım və Cənubi Çinə hücum edəcəkdir. Çinin cənubunu tutacaq. Nə vaxt? 1271-də və özünü Çin imperatoru elan edəcəkdir. Və burada Yuan sülaləsinin əsasını qoyacaqdır. Eyni zamanda biz bayaqlar dedik ki, Monqol dövləti yarananda birinci paytaxt hara idi uşaqlar? Bəli, Qaraqorum şəhəri idi. İndi paytaxtda hara köçürəcək bu Xubilay? Pekin şəhərinə köçürəcəkdir. Paytaxtın Pekinə köçürülməsi görək Monqollara necə təsir edəcək və Monqol uluslarının böyük xan ilə əlaqələri zəifləyəcəkdir. Bayaqdan paytaxt Qaraqorum idi, mərkəzdə yerləşirdi. Artıq köçürüləcək Çinə və böyük xan ilə digər vilayətlər arasında əlaqə zəifləyəcək. 14-cü əsrin əvvəllərində uşaqlar deyəcək, Monqol dövləti müstəqil dövlətlərə parçalanacaq və Monqol dövlətinin parçalanmasını qəşəng yadımızda saxlayırıq. Çünki testlərdə dəfələrlə qarşımıza çıxacaq. Nə vaxt oldu? 14-cü yüzilliyin əvvəllərində. Çində baş verən üsyanlar nəticəsində də Yuan Monqol sülaləsinin hakimiyyəti devriləcək. Yuan Monqol sülaləsi bayaq dedik, nə vaxt hakimiyyətə gəlmişdi? Bəli, 1271-də. İndi nə vaxt devriləcək? 1368-ci ildə. Uşaqlar, bu qədər dərs izahımız, amma videonu bitirməmişdən öncə dediklərimizi bir sual-cavab əsasında möhkəmləndirək. Bayaqları dedik, Monqol dövləti uşaqlar nə vaxt yarandı? Bəli, kim 1206 dedisə düzgün dedim. Və hansı qurultayda Monqol dövləti yaranması elan olundu? Bəli, onun qurultayıdır. Kim idi Monqol dövlətini yaradan? Temuçin adlı Çingiz xanımız yaratdı. İlk paytaxt hara idi? Bəli, Qaraqorum şəhəri idi. Sonra hara köçürüləcək uşaqlar? Kim Pekin dedisə doğru dedi, Pekinə köçürüləcək. Kim keçirdi bunu? Xubilay xan. Bəli, Çinin şimalını kim tutub? Cənubunu kim tutub?
Bəli, Çinin şimalını tutacaq Çingiz xan nə vaxt tutur? 1211-1215. Bəs Cənubi Çini kim tutacaqdı? Xubilay xan tutacaq. Nə vaxt? 1271-ci ildə. Daha sonra gəl yadımıza salaq görək. Mərkəzi Asiyanı işğal edən hökmdar kim idi? Bəli, Çingiz xan idi. Nə vaxt oldu bu? 1219-1221-ci illərdə. Həmin vaxtı Mərkəzi Asiyada hansı dövlət mövcud idi? Bəli, Xarəzmşahlar dövləti mövcud idi. Sonra Cənubi Qafqaza kəşfiyyat xarakterli Monqolların yürüşlərini nə vaxtla götürürük? 1220-1222-ci ildə Kalka döyüşünə vaxt oldu uşaqlar. 1223-cü ildə Monqollar Kalka döyüşündə kiminlə vuruşdular? Rus qıpçaqlarla vuruşdular. Doğrudur. Və sonda deyəcək ki, Monqol dövlətinin parçalanması. Monqol dövləti nə vaxt parçalandı dedik uşaqlar? 14-cü əsrin əvvəllərində. Dərs izahımız bu qədər. Növbəti videolarda görüşmək ümidi ilə. Ümid edirəm ki, sizin üçün faydalı olacaq.